4 fevral Ümumdünya Xərçəng günüdür. Bugün bizə erkən diaqnozun, dəstəyin və insan həmrəyliyinin vacibliyini xatırladan gündür. Dünyada getdikcə daha çox insan xərçənglə mübarizə aparır. Bu mübarizə ortaq bir məsuliyyətdir. Sağlam bir insanın müntəzəm müayinələri xərçəngin erkən aşkarlanmasına və müəyyən edilməsinə kömək edir. Qadınlarda bu döş, uşaqlıq boynu və endometriumu əhatə edir. Kişilərdə isə prostat və s. Gürcüstanda tez-tez pulsuz müayinə və testlər aparan skrininq mərkəzi var. Testlər Marneulidə daxil olmaqla bölgələrdə də mövcuddur. Onkomarkingin aparıldığı laboratoriyalar da var və bəzən MRT tədqiqatı da aparılır. Bütün bunlar heç bir simptomu olmayan sağlam insanlar üzərində aparılır. Nəticədə onkoloji xəstəliyin erkən mərhələsi aşkar edilir. Belə hallarda insan tamamilə sağalır. Son illərdə xərçəngönü və xərçəng xəstəliklərinin ilkin mərhələdə vaxtında müalicəsi müşahidə olunur. 12-13 yaşdan sonra qızlarda hormonal pozğunluqlar varsa, onda ağrısız və sadə bir prosedur, skrininq aparılmalıdır. Ölkəmizdə səhiyyə mədəniyyəti çox aşağı səviyyədədir. Düzgün məlumat yaymaq lazımdır. Bu mövzuya olan marağınız üçün təşəkkür edirəm. Həm qadınlarda, həm də kişilərdə xərçəng heç bir simptom və ya ağrı olmadan da irəliləyə bilər. Yalnız son mərhələdə qaraciyər və ya oynaqlar artıq sıradan çıxdıqda bizə müraciət edirlər. Halbuki müayinə və testlər çox asan və pulsuzdur.